Qəbrə ən yaxınlarımızın çiynində gedəcək. Balalarımızın çiynində gedəcək, dostlarımızın çiynində gedəcək. Hamı da gedəcək. O yol mütləq gedilməli bir yoldur. Hamı gedəcək. Baxın o mənzərəyə, qoyurlar torpaq altına. Ən yaxın adamlar arxa çevirib gedir. Baxır insan, baxır. Onda başa düşür ki, mənim səndən başqa heç kimim yoxdur. Onda belə bir səs gəlir. Mən li qeyruki ilahi, səndən başqa kimim var? Səndən başqa heç kəsim yoxdur. Belə məqamda vəh gəlir Allahdan, nida gəlir o ölmüş adama. Gördün necə vəfasızdılar, gördün necə səni tək qoyub getdilər. Bunlara görə mənə günah eləyirdin, məni kənara qoyub bunlarla məşğul idin. İndi gördün ki, necə vəfasızdılar, amma bu sözü dünən demədim. Hədisin davamı var, deyir amma narahat olma. Narahat olma. Sənə öz Allahlığıma and olsun, elə nəvaziş göstərəcəm, elə sığal çəkəcəm başıva ki, bütün varlıq aləmini heyrətə salacam, öz rəhmətimlə. Səni elə ağuşuma alacam, rəhmət ağuşuma ki, hamı təəccüb eləyəcək, qiyamətəcən səninləyəm, səninlə həm söhbətəm, qoymaram qaranlıq qəbirdə tək qalasan.